Venn diaqramına uyğun fikirləri müəyyən edin. Mübtəda mürəkkəb adla ifadə olunub. Arifin fikirlərini, nələr düşündüyünü, nə kimi mülahizələr yaşadığını anlayan xəyali əsgəri ona etimadla yanaşırdı. Mübtədamız xəyali əsgəridir, bəli, mürəkkəb addır. Qaranlıq və kədərli aləm atların qaldırdığı toz buludlar içində itirərək arxada qalırdı. Burada mübtədamız aləmdir. Mürəkkəb ad birinciyə uyğun gəlir. Həqiqətən də aya 1 yazılıb, doğrudur 1. Tamamlıqlar ismi birləşmə ilə ifadə olunub. Baxaq, birinci cümləmizdə xəyali ələsgərli yanaşırdı. Necə? Etimadla zərfli, kimə? Ona tamamlıqdır. Hansı xəyalə Arifin fikirlərini, nələr düşündüyünü, nə kimi mülahizələrlə yaşadığını anlayan bu bütöv fe'li sifət tərkibidir və cümlədə təyin rolunda çıxış edir. Odur ki, iki yanlış fikirdir. Fe'li xəbərin ifadə vasitəsi köməkçi sözlə işlənib. Yanaşırdı sözündə bəli, idi köməkçi sözündən istifadə olunub. İkinci cümləmizə baxırıq, arxada qalırdı. Burada da idi hissəcindən istifadə olunub. Odur ki, 3 doğrudur, hər iki cümləyə aiddir. Bütün cümlə üzvləri işlənib. Birinci cümləmizdə təyin, mübtəda, zərflik, tamamlıq xəbər var. İkinci cümləmizə baxaq. Qalırdı nə aləm, hansı aləm? Qaranlıq, kədərli, təyin də var. Harda qalırdı? Arxada zərfli. Nə formada? Atların qaldırdığı toz buzları içində itərək, bu da zərfli idi. Fe'li bağlama tərkibi ilə ifadə olunub. Odur ki, baxırıq ki, burada nə yoxdur? Tamamlıq yoxdur. Ona görə də 4 yanlışdır, ortada verilməməlidir. Fe'li bağlama tərkibi ilə ifadə olunan zərfli işlənib. Bəli, ikinci cümləmizdə var fe'li bağlama olan zərfli, fe'li bağlama tərkibi atların qaldırdığı toz buludları içində itərək. Odur ki, 5 doğrudur. Birinci cümlədə buna rast gəlməmişik. Tamamlıq söz birləşməsi ilə ifadə olunub. İkinci cümləmizdə tamamlıq olmadı. Cavabımız 1, 3, 5-dir.